Respublikasında insan hüquqlarının qorunması haqqında Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov iclasın gündəliyinə iki məsələnin daxil edildiyini bildirib. Gündəlik təsdiq olunduqdan sonra Ali Məclis sədrinin birinci müavini gündəlikdə duran birinci məsələ ilə bağlı qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin, Ombudsmanın 2025-ci il üzrə məruzəsinin layihəsi Ali Məclisin müzakirəsinə çıxarılması üçün Hüquq Siyasəti Komitəsinə göndərilib. Layihə komitədə müzakirə olunub, komitənin rəyi ilə Ali Məclisin müzakirəsinə tövsiyə edilib. Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Ombudsman Günay Rızayeva, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin, Ombudsmanın 2025-ci ildə Muxtar Respublikada insan hüquqlarının qorunması haqqında fəaliyyətinə dair məruzə edib. Məruzə ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq Siyasəti Komitəsinin sədri Əjdər Əliyev komitənin rəyini diqqətə çatdırıb. Məsələ ətrafında müzakirələrdə deputatlardan Bəhruz Məmmədov, Əziz Qasımov, Vüsal Məmmədzadə, Mahir İsmailov və Şəhla Əhmədova çıxış ediblər. Çıxışlarda Ombudsman İnstitutunun sosial təminat, təhsil, sağlamlığın qorunması ilə bağlı hüquqların təmin edilməsi, ictimai iştirakçılıq, hüquqi maarifləndirmə və digər sahələrdə gördüyü işlər təqdirə layiq hesab edilib. Məsələnin müzakirəsi zamanı deputatlardan Azad Novruzov, Ramiz Məmmədov və Üzeyir Məmmədov tərəfindən mövzu ilə bağlı bir sıra suallar səsləndirilib. Ombudsman Günay Rızayeva səsləndirilən suallara münasibət bildirib. Ardınca Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin, Ombudsmanın illik məruzəsinin nəzərə alınması ilə bağlı qərar layihəsi oxunduqdan sonra səsə qoyularaq qəbul edilib. İclasda gündəlikdə duran ikinci məsələ ilə bağlı Bəxtiyar Məmmədov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında Naxçıvan Muxtar Respublikası qanununun, Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında Azərbaycan Respublikası qanununun müddəalarına uyğunlaşdırılması məqsədi ilə müvafiq qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanıb, deputatlara təqdim edilib. Layihə Hüquq Siyasəti Komitəsinin iclasında müzakirə olunub. Layihə barədə komitə sədri Əjdər Əliyev məlumat verib, komitənin rəyini diqqətə çatdırdıqdan sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib. Bununla da Ali Məclisin yaz sessiyasının növbəti iclası başa çatıb.